Deməli gəlmişik yol üstüyə. Dayımızın adı nə deyim? Mehmet, Mehmet dayı bu pendir nə məsələdir? Nə möcüzədir belə? bu pendir Möhkəm danış. zəhmət çəkirəm. Qardaş. Qoyun saxlayıram, üzüm sağıram. Hər şey mənliqdir. Çox dadlı pendirdir. Allah kimin nuş olsun. Lap bir kilo gəndə getirib verə bilərəm. Yox amma burada yeməyimiz bəs. Nə işlə məşğulsunuz burada? Çoban. Çoban. Bəli. Var qoyun quzu. Bəli. Heç nə. Çoban. Gəl bilişən yoxdur. Var. Vallahi var billah. De, qabaqdıqlar hamısı ilişir. Sen ne üçün saxlayır? Oradan buradan getirip 5 manat olsun diye koyun saxlayıram. Bizim icra nümayəndə belediye diyor ki 2 tane heyvan ver. 10 kilo pendir ver. Ha, sen vermeyip diyorum. De bu yaylaqlar buradan şamaxılar bırakılıyor. Ben yedirdim de ben yetim. Bunları saklayayım da ben de. Ona gələcəyik. Bu indi nə pendirdir? Bu koyun pendiridir. Çox qəşəng yağlı yerindədir. Ay kardeş. Hər gün burdasan bu yerdə. Bak. Ben hele bu yılın qırağındayım. Nəvə varmı? Buraya gel nebem. Bura gəl. De, Ha. danış. Bak bu da çoban getir mənimle. Yaxşı ya. Allah. Yaş neçədir? Danış he. Yaşım 11. 11. Nə qaş qabaqlıdır? Sən məncə... Hə? Kimə oxşayıb? Oğul nəvəsini qız. Kız. Onun atasına oxşayıb. Hayır. Hə. Mənə oxşayar. Valla. Gəlir sənlə gəzir buraları. Bu dağları gəzir səninlə. Ha, gezdirəm. Neçə nəvən var? Mənim 9. Oğluma hələ toy eləməmişəm. Qismət Allah olacaq. İnşallah. Yaş neçədir? Mənim 58. Hə. Ha. Çox verirsən? Böyləyə 58-60 amma yaxşı qalmısan. Sadəcə dağlar səni biraz yorur. Bu adamlar saxlayıb məni. Bax, mənə əllərə bax. Bax, hamısı qabardı. Zəhmət, keş adamam mən. Qeyrətli insan ac qalmaz. Heç vaxt. Bax, kürək daşdan çıxır burada. Xanım pişirib bunu. Ha. Xanımın adı nə deyim? Şəhla. Salam deyəkmi burada? Şəhla xanıma salam deyirim. Möhtəşəm. Bu ləzzət çörəyidir, hə? Bəli. O da alıqa. Bu nədir bu? O alıqa. Yumurtadır da üstü. Bəli. Nə bu çörəyin üstündə yumurtadır, yoxsa başqa çörəkdir? Kürək pişməmiş. Aha. O yumurta. Onu da dadına baxaq. Ha, bax can. Bunu indi arvad sənin üçün qoymuşdu, yoxsa bizə göndər. Mən çəkilişdəydim. Mən dayandan sonra sizə göndərib o. Sağ ol. Sənə yeməyə nəsə yeməyə nəsə qoyurmu gələndə buralara? Ha, olmadı ki. Bak, olmasaydı bu olardı burada. Ha. Onda sözün keçir də sənin də. Ha, olmadı ki. Əsəbləşdirmir. Yok. Heç vaxt. Heç vaxtı. Mən Salam de buradan. Mən hamısını salam. Bütün Azərbaycana. Xanım deyirsən, necə çağırırsan onu çağıranda? Can güzel. Sən Can, Allah. Vallahi. Ya bir dəqiqə sakit, nə deyirsən? Can güzel deyirəm. Aha. Can qarı deyirəm. Karı deyirsən. Qarı. Ha. Ha. Ne, o ne deyirsən? Çay var, Aha. çörek hazırdır deyir. Ha. Daha sonra işten gelmişsem gel ayakları yum. O Sen ne var demek? var. Vallahi var. Biz böyle olmuşuz. O sənə nə deyir bəs? İş oradadır da, hə? Ya Ha. Allah'a and olsun hamısı nece lazımdı hele. Nə deyir müraciət edir? Yedim əməlli pendirdən ya. İyi nuş olsun. Nə deyir xanım sizə? Necə çağırır? Kişi diyor de ay kişi. Gel. Gel bu hazır. Bu nedir? Hamısı. Evə gedənə kimi gözləyirmi sizə? Aa, olmadı ki kardeş. Sən Allah. Vallahi var. Bir bak oradan da bakacağız desen. Nəzarətçi var da. Ha, nezaret diyende böyle bakacak da bu ölüp mü kalıp bu kişi de 4 tane uşağım var. 3 tane kızdı bir oğlu. Oğlu da bu gelini Allah'ın kömeğine evlendirecek al. Allah qoysa. O 3 tane kızı. Biri Kuba'dadır.
Biri Bakı'dadır, biri de bu Sudur'dan köçüp indi Balakusar'dadır. 9 tane nevem var. Ebeli neveler. Ay maşallah. Bak, ne istedim? Bundan şimdi şey var. İndi bu qız nəvəsidir. Belli.